Qurban Bayramı günü uşaqlara ədəbləri necə öyrətdik? Əvvəlcə çimdik, ətirləndik. Sonra tək sayda xurma yedik, piyada yollandıq. Məscidə doğru. Yaxşıdır ki, piyada gedib piyada gələsən və həm də zikir var ki, xüsusi onu edəsən yol boyu. Məsciddə insanları incitmədən, səliqəli şəkildə xüsusi bayram namazının qaydasına uyğun namazı qıldıq və hədiyyələşməyə başladıq. Bir-birimizin bayramını təbrik etdik. Uşaqlar Tin Nəşriyyatının kitablarından hədiyyə etdilər uşaqlara. Həm iki qızım, həm iki oğlum, kişilər tərəfdə oğlanlar, qadınlar tərəfdə qızlarım Tin Nəşriyyatının gözəl kitablarını hədiyyə etdilər. Ondan sonra getdik qohumlarımızla birlikdə ailəvi şəkildə Qurban Bayramını qeyd etməyə. Təbii ki, qurbanlıq qoyunumuzu da kəsmişdik. Qurbanlıq qoyunu kəsənə qədər müəyyən qaydalar var ki,